Kimin məsələ? Şamil müəllim məsələsidir də. Şamil müəllim versin aidiyyəti var qardaş. Daha bəs üstündə da adam nə qədər şey olar. Bu niyə şou yaradır? Səsinizi qaldırmayın, ehtiyac yoxdur. Yoxu dövlət sirridir adı demək. Bəs deyirsiniz bina tanımırıq, bizə aidiyyəti yoxdur. Böyük zəhmət və əziyyətlə pul yığ və yaxud da bankdan kredit götür gəl, çox mərtəbəli yeni tikildən ev al, amma uzun illər yaşa, çıxarış ala bilmə və özünü hesab etdiyin evdə sanki bir qonaq kimi yaşa. Çünki çıxarışın olmadığına görə bir gün həmin evdən səni çıxarda bilərlər. Nəsimi rayonunda 4-cü mikrorayon Mircəlal küçəsi 34 ünvanında Atlas MTK-nın tikdiyi binada 6 ildən çoxdur yaşayış var, sənədləri ala bilmirik, çıxarış ala bilmirik. Binada qanunsuz tikililər olduğuna görə binaya çıxarış vermirlər. Buradan ev almaq üçün nə qədər pul verirsiniz, belə deyək? Valla burada hal-hazırda mənzilin kvadratı 2000-2500 manat arasıdır. Yəni dediyim odur ki, bir xeyli pul vermişsiniz də. Bəli, əlbəttə ki. Və bu pulu verəndə dillər çıxarışı olacaqmı? 100%. Deyildi ki, çıxarışla təmin olunacaq qısa bir müddət ərzində. Üstündən 5 il keçməsinə baxmayaraq, biz sakinlər olaraq çıxarış ala bilmirik. Bura binanın 18-ci mərtəbəsidir, amma iddia olunur ki, layihədə bina 16 mərtəbə nəzərdə tutulur və buna görə də bina istismara qəbul olunmur. Yazdığımız rəsmi məktublara cavab olaraq Nəsimi rayon icra hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və Şəhərsalma Arxitektura Komitəsi öz rəsmi cavablarında bildirdi ki, burada artıq tikili olduğuna görə istismara qəbul olunmur. O yüzden də mənzillərə çıxarış verilməsi mümkün deyil. Bəs indi binanın idarə etməsi kimdədir? MTK-da yoxsa? Hələ də MTK-dadır, bütün kommunal adlandırılan xərcləri də onlar yığırlar. Qeyri-rəsmi ödənişlərdir tərəfimizdən həyata keçirilir. Bizim çıxarışı nə vermirsiniz? 9-cu mikrorayonda. Bizə aidiyyəti yoxdur. Bax, Şamil müəllimin tikdiyi binanın çıxarışı. Şamil müəllim, hə? Onda Şamil müəllim usta deyil bura. Bura Şamil müəllim usta deyil. Yox. Bax, qardaş, həmişə belə olub, belə də deyiblər, 5 ildə vermirlər. Yaxşı, bu MTK-nın rəhbəri kimdir? Adını deyə bilərsiniz? Biz tanımadığımız adama, ya tanımadığımız bir işlə. Yoxu dövlət sirridir adı demək. Vətəndaşlar gəliblər, narazılar. Adamlar 6 ildə ev alıblar, çıxarış ala bilmirlər. Ona bir izah vermək lazımdır. Səsinizi belə qaldırmaq lazım deyil. Deməli, vətəndaşlar iddia edir ki, bizim o yaşadığımız o bina hansı ki çıxarış ala bilmirlər, bu MTK-ya aiddir. Biz gəlmişik, amma adamlar belə deyək də təksib edirlər. Atlas MMC-nin sakini. Fərid Cəfərov Vasifoğlu. Bəli. Bizim binanın çıxarışını niyə vermirsiniz? Neyin var onda? Nə obyektə şeysən binada, nə də Mülküm var. Düş doktoru. Bəs deyirsiniz, bina tanınmır, bizə aidiyyəti yoxdur. İndi məlum oldu, o dedik. 6 ildir də bezmişik də. Yavaş-yavaş verirlər də. Binanın yarısını ya kupsasını veriblər. Hardıq nə yazsın? Daha bəs üstündə da adam nə qədər şey olar. Bu niyə şou yaradır? Mən şou yaratmıram. Mən yerimdə gəlib niyə belə şou yaradır? Yaxşı edirəm yaradıram. Ver düzamı çıxım gedim. Deməli, vətəndaşların iddiasına görə həmin binanı tikən Atlas MMC-nin ofisi buradır və onlarla birlikdə gəldiyi ofis olan şəxslər əvvəlcə həmin binanın onlara aidiyyəti olmadığını dedilər və bunu bizə inandırmağa çalışdılar. Amma söhbət əsnasında yalanlar üzə çıxdı. Bakı şəhər Nəsimi rayonu 4-cü mikrorayonun 3169-cu məhəllə ünvanında Atlas Plaza MMC-yə yaşayış binasının tikintisinə verilmiş icazə əsasında tikinti quraşdırma işləri aparılmışdır. Bina uzun müddətdir ki, istismar edilir. MMC-nin razılaşdırılmış layihədən kənarlaşaraq əlavə mərtəbə tikdiyini nəzərə alaraq istismara hazırlıq aktı rəsmiləşdirilməmişdir. Yaşayış binası mövcud vəziyyətdə müvafiq qurumlarla layihə sənədləri razılaşdırılmalı və tikintiyə icazə alındıqdan sonra istismara hazırlıq aktının rəsmiləşdirilməsinə baxıla bilər.